İlk öncə onu qeyd etmək lazımdır ki, Laricanın deməyindən belə anlaşılır ki, 11 sentyabr məhz Amerika Birləşmiş Ştatları özü təşkil edib və bunun ardınca da müxtəlif ölkələrə hücumlar həyata keçirib. Yəni, mənim anladığım bu oldu. Amma Amerika Birləşmiş Ştatlarında bilirsiniz ki, hələ bu savaşa qədər də bir neçə ayda bir Epstein qalmaqalı ortadadır və bununla bağlı artıq bu Amerika Birləşmiş Ştatlarının çərçivəsindən çıxaraq müxtəlif ölkələri də əhatə eləməyə başlayıb. Yəni, bu başqa bir mövzudur. O mövzunu İranla savaşa əlaqələndirmək nə qədər doğrudur, açıqcası onu cavablandırmaq çətindir. Amma nəzərə alsaq ki, bu savaş yalnız meydanda gedən döyüşlərlə bağlı deyil. Bu, həm də sizin də qeyd elədiyiniz kimi informasiya, təbliğat, psixoloji təsir, diplomatiya, siyasi demək, ittihamlar kimi çox çeşidli və hibrid bir savaş kimi də dəyərləndirilməlidir. Ona görə də bu tür açıqlamalara mən daha çox bu yöndən baxmağın tərəfdarıyam. Laricaninin əslində bu fikirlərində mən qeyri-adi bir ritorika görmürəm. Çünki əslində İranda bu siyasi proseslərin əsas idarəçisi qismində hal-hazırda çıxış edən şəxs kimi o görünməkdədir. Və nəzərə alsaq ki, bu savaşdan öncə də mərhum Xamenei səlahiyyətlərin bir hissəsini və dövlət qurumları ilə koordinasiyanı da ona həvalə eləmişdi. O baxımdan daha çox Laricanın önə çıxmasının da səbəblərindən biri budur. Bunun başqa səbəbləri başqa bir müzakirə mövzusudur. O baxımdan, yəni, hətta Amerika Birləşmiş Ştatlarında, hətta bu iddiada olduğu kimi hansısa bir hadisə törədilsə və bunu da İran üzərinə atsalar nə dəyişəcək? Zaten onsuz da savaş gedir. Tam gücü ilə getməkdədir. Həm Amerika Birləşmiş Ştatları, həm İsrail, İranın müxtəlif nöqtələrinə zərbələr indirirlər. Özlərinin bildirinə görə artıq hardasa 15 minə yaxın hədəf vurulub. Bu, olduqca böyük bir demək rəqəmdir. Bundan başqa İran da öz növbəsində bilirsiniz ki, həm İsrail ərazisini hədəf alıb, Körfəz ölkələrini hədəf alıb. Hətta bu proseslərdən çox uzaq durmağa çalışan Azərbaycan və İran da hədəfə, üzr istəyirəm, Türkiyədə hədəf alınıb. Türkiyə bilirsiniz ki, 3 dəfə raket atılıb və onların qarşısı alınıb. Bundan başqa həm də Kiprdə Böyük Britaniyanın hərbi bazası istiqamətində də bilirsiniz ki, bir neçə gün öncə İran tərəfindən raket yönləndirilmişdi və o müəyyən xəsarət də orada vermişdi. Yəni, o baxımdan Amerika Birləşmiş Ştatlarında olacaq hansısa belə 11 sentyabr tipli hadisənin də bu savaşın gedişatında çox böyük təsirin olacağını düşünmürəm. Laricani yəqin onun nəzərdə tutur ki, yəni belə bir hadisə törətməklə İranı hansısa terror aktlarında ittiham eləmək və beynəlxalq səviyyədə İranın imicinə zərbə vurmaq. Amma bilirsiniz ki, təxminən elə 40 ildən artıqdır ki, beynəlxalq səviyyədə İrana daha çox terroru himayə edən bir dövlət kimi yanaşılır və elə Trumpın da son açıqlamaları, düzdür, bu biraz retorik açıqlamalardır. Eyni zamanda savaş gedir və qarşı tərəfi ittiham etmək üçün istifadə olunur. Amma bu dövrə qədər olan 10 illiklər ərzində də axı İranın müxtəlif terror hadisələrindən bağlılığı yaxud təşkilatçılığı ilə bağlı kifayət qədər ittihamlar var, məhkəmə qərarları var və s. Və bu baxımdan mən bunu xüsusi bir əlahiddə açıqlama kimi açıqcası dəyərləndirmirəm. Oktay, mən bir açıqlamada Abbas Araqçıdan gəldi və kifayət qədər diqqət çəkən məqamlar var idi. Gəlin ilk olaraq bu dron məsələsinə toxunaq. Deyir ki, bizim şahid dronlarına bənzəyən Lukas adlı yeni aparatlar hazırlayıb Birləşmiş Ştatlar və ərəb ölkələrdə məhz həmin dronlarla vurulur. Biz vurmuruq. Bilirsiniz, bunlar hamısı bir formada öz əməllərinə hesab edilən bəraət qazandırmaq cəhdləridir. Çünki bu qalxan dronların da, gələn raketlərin də, onların hardan gəldiyini müəyyən eləmək çox rahatdır. Yəni, o hücuma məruz qalan ölkələrin özlərinin belə minimum səviyyədə bunu etmək imkanları var. Yəni, belə çıxır ki, İran ərazisindən Amerika Birləşmiş Ştatları və İsrail Amerikanın istehsal elətdiyi həmən dronları yaxud raket sistemlərini bu ölkələrə mi göndərirlər? Açıqcası, bu biraz çox ciddi qəbul olunmur. Hərçənd savaşda belə bir şeylər ola bilər. Bu istisna deyil. Ümumiyyətlə, İsraili günahlandırır ki, bunu İsrail edir. Amma bütün bunların hamısının da səbəbkarı kimi ancaq İsraili və Amerika Birləşmiş Ştatlarını günahlandırmaq hesab edilən çox da obyektiv səslənməz. Ən azı Türkiyənin özündə müəyyən olundu ki, atılmış 3 raketin 3-ü də Tehranın yaxınlığından, biri Tehranın şərqindən atılıb, biri şimal-qərbindən, biri də şimalından.
Yəni bunun gəldiyi trayektoriya bəllidir. Çıxış yol İsrail nöqtəsi, Amerika dronunu atəş gətirib nöqtəsi onun bəlli. ərazisindən mi atır? Yəni dronlarla da bağlı məsələ hesab edirəm ki, bu cürdür. Yəni dronların uçuş istiqamətləri də bəllidir. Gəldiyi yerdə ən azı əgər Amerikanlıların həmən Lukas dedikləri dronlar ki, İranın şahidlərinə bənzəyir, görünüş etibarilə ən azı, amma bunların vurulandan sonra onların hissələri ki, araşdırılır, ekspertiza olunur, orada ən azı üzə çıxardır ki, bu doğrudan da Amerikanın istehsal elədiyi dronlardır, yaxud başqa bir dövlətin. O baxımdan bunlar hamısı o bayaq qeyd elədiyimiz kimi bir təbliğat həm də savaşıdır. Bunun elementləri kimi baxsaq, məncə daha doğru olar. Vurğulanır ki, əgər bizim enerji obyektlərimiz hədəf alınarsa, biz də Birləşmiş Ştatlar şirkətlərinin regiondakı müəssisələrinə zərbələr endirəcəyik. Söhbət hansı ərazilərdə yerləşən Birləşmiş Ştatlar şirkətlərindən gedir? Söhbət ondan gedir ki, Amerika Birləşmiş Ştatları 2 gün öncə çox vacib strateji bir həmlə elədi. Bu da nə idi? İranın birisi ki, neft-qaz ehtiyatlarının cəmləşdiyi və onun ixracatının təxminən 80%-in həyata keçirilir. Xark adasına zərbələr endirildi. Təxminən 90 raketlə bura zərbələr endirildi, amma orada xüsusi dəqiqliklə ancaq SEPA məxsus olan hərbi obyektlər, hərbi bazalar və digər hərbi təyinatlı obyektlər vuruldu. Amma neft-qaz sektoruna və o müəssisələrin heç birinə toxunulmadı ki, bu da xüsusi olaraq qeyd olundu. Yəni, Xarka adası hədəfə gətiriləcəyi əslində Tehran vurulan zaman xatırlayırsa 30-a yaxın hərbi üzr istəyirəm, neft bazası ki, hədəfə gətirildi. O zaman sanki bir mesaj verildi ki, bundan sonra İranın enerji sektoru vurula bilər. Yəni, Xark adasına olan hücum İran tərəfindən artıq o cür qəbul olunmağa başlayır ki, oradakı enerji sektoruna zərbələr vurulsa, o zaman Amerikanın bölgədəki enerji şirkətlərinə zərbə vuracaq. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarının müxtəlif neft şirkətləri bölgədə hasilatla məşğuldular, onlar burada pay sahibləridir, onların müəssisələri də var. Amma bu Amerika Birləşmiş Ştatlarına nə qədər ağırlı təsir eləyəcək, əgər Xark adası ilə bağlı Trumpın ağlındakı düşünürəm ki, ehtimal olunur ki, məhz bu adanın nəzarətə götürmək cəhdləri də ola bilər. Burada ehtimal ondan ibarətdir ki, Yaponiyadan çıxarılan 5000-ə yaxın dəniz piyadasının bölgəyə göndərilməsi ilə bağlı bir xəbərlər yayılmaqdadır. Və belə ehtimal olunur ki, Trump iki variantı seçə bilər. Bir, Xark adasına nəzarət, bir də Hörmüz boğazının ətrafında müəyyən əraziləri nəzarətə götürməklə orada gəmilərin daha təhlükəsiz keçidini təmin etmək. Bunlar olacaqmı? Bunlar ehtimallardır. Amma görünən odur ki, hansısa məqamda bu addımda atıla bilər. Söhbət ondan gedir ki, son bir neçə gündə sanki gördüyümüz mənzərə bundan ibarət ki, Amerika Birləşmiş Ştatlarının strateji bombardımançı səyərlə həm B-52-lər, həm B-2-lər bu hücum əməliyyatlarına cəlb olundu və onlar həm Tehranın özünə, həm də bu bölgədəki vacib strukturlara, hərbi strukturlara ciddi zərbələr endirdilər. Bu baxımdan İran əlbəttə ki, zərbələr endirə bilər. Amma görünən odur ki, artıq Amerika Birləşmiş Ştatları və İsrail də İranın ilk günlərdəki hücumlarından sonraki şokdan müəyyən qədər çıxıblar. Görünən odur. Çünki İran bilirsiz ki, ilk elə mərhələdə bölgədə Amerika Birləşmiş Ştatlarının radar sistemlərini ciddi şəkildə zərər verdi ki, məhz bunun da nəticəsində İsraili vurmaq İran üçün daha rahatlaşdı. Belə ki, təxminən orada 3 sədli bir hava hücumundan müdafiə sistemləri təsəvvür edin. İlk Körfəz ölkələrindən bunun qarşısı alınırdı, arxasında gedir Səudiyyə Ərəbistanı və İordaniya ərazilərində İsrailə gedən istiqamətlər bağlanırdı və İsrailin özündə. Amma bu dəfə birinci mərhələdə, demək, birinci səngər, belə desək, sədd vurulduğuna görə, ikinci səddə də müəyyən, demək, zayıfiyyət baş verdi və üçüncü İsrailin dəmir qübbəsi artıq bu şeylərə çətinlik çəkməyə başladı. Qarşısını ala bilir. Amma indi görünən odur ki, həm İranın raket arsenalına kifayət qədər zərbə vurulub, hava hücumundan müdafiə sistemlərdə, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri artıq danışmağa dəyməz. Çünki onların böyük ölçüdə sıradan çıxarıldığı bəllidir. Amma əsas məsələ indi qalır dronlar vasitəsilə şahid dronları, bir də raketlər məsələsi ki, böyük ölçüdə görünən odur ki, Amerika Birləşmiş Ştatları və İsrail bu hissələri zərbə vurmaqla İranın o atəş gücünü azaltmaq istəyirlər. Biraz rahatlıq var. Amma enerji müəssisələri yəqin ki, qorunacaq. Artıq elə Birləşmiş Ərəb Əmirliklərinin bugün açıqladığı rəqəm təxminən 1700-ə yaxın
dronun vurulduğu ilə bağlı rəqəmlər səsləndirilir. Olduqca böyük rəqəmlərdir. Bugün elə atılan raketlərin demək olar ki, hamısının qarşısı alındı. Yəni, Amerika və İsrail də savaşın gedişatına artıq belə deyək də, o müəyyən gözlənilməzlik faktorundan çıxaraq adaptasiya olunmağa başladılar deyə bilərik. Oqtay müəllim, biz deyirik, İran da hücumlara keçir, İsrailin şəhərlərini vurur, bazaları vurur. Bu qərarlar kim tərəfindən gəlir? Larijani tərəfindənmi, Pezeşkiyan tərəfindənmi, Sepah tərəfindənmi, yoxsa adı var, amma özü ortada olmayan Müçtəba tərəfindənmi? Yeri gəlmişkən Abbas Araqçının bir açıqlaması var. Ali dini rəhbər sağdır, özünü yaxşı hiss eləyir və hazırda dövlətin idarə edilməsi ilə məşğuldur. Xalqa canlı müraciətin nə zaman ediləcəyinə də özü qərar verəcək deyir. Aydındır. Yəni, görünən odur ki, demək, Xameneyinin, Müştəbə Xameneyinin yaralanması ilə bağlı fakt doğrudur. Bu bir. Yəni, ilk döncə bu, demək, etiraf olunmurdu, bu etiraf olunur. İkincisi, qərarları kim verir? Mən hesab edəmirəm ki, nə Müştəbə Xameney, nə də Pezeşkiyan bu məsələlərlə bağlı qərar verilir. Burada Laricanın müəyyən rolu ola bilərmi? Ola bilər. Bayaq da qeyd elədik, çünki keçmiş dini lider səlahiyyətlərin bir hissəsini və koordinasiyanı ona tapşırmışdı. Amma hazırki şəraitdə nəzər alsaq ki, dini liderin də seçimində Sepahın olduqca önəmli rolu vardı. Bu nəzərə alınmalıdır. Demək ki, qərarlar daha çox hərbi elita tərəfindən verilməkdədir. Amma burada başqa bir məqama da diqqət eləməliyik. Savaş öncəsi xatırlayırsınızsa, belə bir məlumat yayıldı ki, İranda müxtəlif planlar hazırlanıb. B planı ondan ibarət idi ki, əgər hərbi rəhbərlikdə müəyyən... Söhbət hansı ölkələrdən gedir? Bunu kim təmin edə bilər? Trump dedi ki, hər kəs razıdır, hər kəs hazırdır, amma ölkələrin adını çəkmədi. Hörmüz boğazı son 50 ildə bir neçə dəfə bu cür risklərlə üzləşib. Bu həm İran-İraq müharibəsi olsun, 88-ci ildə Amerika-İran qarşıdurması olsun, 90-91-ci ildə Küveytin işğalı dövrü olsun. Bunların hamısında da bu tanker savaşları olub, boğazın bağlanmasına cəhdlər olub, amma bunlar heç biri indiki qədər ciddi təhlükə kəsb eləməyib. Və əslində İran elə bu hissəni bağlamağa çalışmaqla dünya enerji bazarında ciddi bir kollaps yaratmaq istəyir və bu da İranın əlində ən vacib, belə deyək, vasitədir. Donald Trump bununla bağlı mövqeyini ifadə edib. Doğrudur, ilk olaraq həm Rusiya neftinin embargoların bir aylığına götürülməsi ki, dünya bazarında enerji sektorunda müəyyən qədər stabillik təmin olunsun. Amerika Birləşmiş Ştatları bilirsiniz ki, özü 6 ay müddətində 172 milyon barrel neftin bazara buraxılmasının da bağlı qərar verib. Böyük yeddilər öz strateji ehtiyatlarından bazara müəyyən ehtiyat buraxacaqlar ki, bazarı o kollaps vəziyyəti yaranmasın. Amma nəzər almaq lazımdır ki, Hörmüz boğazı, bəli, dünyanın enerji təminatında təxminən 20-25% rol oynayır ki, bu çox ciddi rəqəmdir. Bundan başqa həm də bilirsiniz ki, karbamid kübrələrinin daşınması buradan həyata keçirilir, əhəmiyyət hissəsi. Bu təxminən yenə 20-25%-dir. Amma bölgədən axan neft yalnız tankerlərlə axmır axı, daşınmır. Həmin vaxt burada nəzər alsaq ki, bölgənin ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanının neftinin əhəmiyyətli hissəsi məhz boru kəməri ilə çıxarılır. Və indi Körfəz ölkələri üçün bir daha bu risklər göstərdi ki, onlar vaxtilə uzaq görənliyi eləməyiblər. Əslində Səudiyyə Ərəbistanı onu deyib. Boru kəmərləri ilə neftin daşınması bugün xeyli dərəcədə Səudiyyənin işini rahatladım. Çünki həmən kəmər gündə 5-7 milyon barel neft daşıya bilir. Bu gələcəyin məsələsidir. Amma mən düşünürəm ki, Donald Trump'ın 2 gün öncə bir çağırışı oldu. Çin daxil müxtəlif böyük ölkələrə ki, siz kömək eləyin, birlikdə bu Hörmüz boğazında nəzarət həyata keçirək ki, dünyada enerji sektorunda ciddi belə sıçrayışlar olmasın. İndi bu təxminən 6-7 dövlətə müraciəti də burada xüsusi diqqət çəkən Çin idi. Çünki Çinin burada olması ona görə daha çox nəzərdə tutulur. Çin böyük bir həm alıcıdır, ikinci qlobal güc roluna iddiaçıdır və İranın strateji tərəfdaşıdır. Bu çağırışla Donald Trump düşünüb ki, Çinin də İrana müəyyən təzyiqləri ola bilər. Amma Abbas Araqçı bildirir ki, biz başqa ölkələrin gəmilərinə toxunmuruq. Yalnız Amerikanın və onun müttəfiqlərinin gəmilərini saxlamaqdayıq. Bugün elə Fransa
Bəli. Xarici İşlər Nazirinin danışıqları da elə məhz bunun üzərində qurulmuşdu. Bir neçə gün öncə xatırlayırsınızsa, həm Fransa, həm də İtaliya bildirdilər ki, onlar İranla bu məsələ ilə bağlı danışıqlar aparırlar. Yəni, söhbət bundan gedir ki, bir formada bu məsələ həllini tapmalıdır. Ya İranla bir hansısa formada razılaşdırılmalıdır bu məsələ. Yox, razılaşdırılmayacaqsa Donald Trumpın məncə başqa bir seçimi qalmayacaq. Çünki yenə də hərbi əməliyyatlar vasitəsilə bunu eləməyə çalışacaq. Amma bu nə qədər effektiv olacaq, açıqcası onu indi söyləmək çox da Biz bir qədər əvvəl digər ekspertlərimizlə də bu məsələ ətrafında müzakirələr apardıq ki, Birləşmiş Ştatlar əslində bir həftəlik hücum planı nəzərdə tutmuşdu, nəticə əldə edəcəyini düşünürdü. Artıq 15-ci gündür ki, bu davam edir və demək olar ki, Trumpın istəkləri tam olaraq həyata keçmədi. Müəyyən şərtlər var idi ki, onlar tam olaraq həyata keçməyib. İndi də, məsələn, Trumpın bir açıqlaması var ki, İran əslində danışıqlara hazırdır, razıdır. Amma biz razı deyilik, çünki təkliflər yetərli deyil. Ümumiyyətlə, İran tərəfindən belə bir açıqlama yoxdur, ki, danışıqlara getmək istəmir. İran əksinə mümkün qədər bütün hücumlara adekvat cavab verəcəyini deyir. İkincisi, Trump deyir ki, yetərli deyil şərtlər. Söhbət əvvəlki şərtlərdənmi gedir, yoxsa Trumpın indi istəkləri daha da mı çoxalıb İrandan ki, o həmin şərtlərin masaya gəlməsini istəyir, o halda güya razılaşacaq? İlk öncə onu qeyd etmək lazımdır. Trumpın beynində ola bilsin ki, bir həftə 10 günlük bir əməliyyat söhbət ola bilərdi. Amma xatırlayırsa, savaş başlanandan bir neçə gün sonra onun ilk açıqlamasında bildirdi ki, bu əməliyyatları 4-5 həftə ərzində bitirməyi düşünürlər. Yəni, hələ zamanı var. 2 həftədən biraz artıq vaxt keçib. Mən düşünürəm ki, Donald Trump daha çox düşünürdü ki, Çinə səfər ərəfəsində bu məsələni yekunlaşdırsan. İndi buna nail olacaqmı? Bu biraz çətindir onu söyləmək, amma... Nail olacaqdırsa, ora nə ilə gedəcəkdi ki, nəyə görə həmin müddətə qədər buna nail olmağa çalışırdı? Trumpın əsas məqsədi ondan ibarətdir ki, İranı həmən vaxta qədər öz şərtlərini qəbul etməyə vadar etməli idi ki, İran əslində danışıqlar gedəndə xatırlayırsınızsa, Amerika Birləşmiş Ştatlarına nüvə razılaşması ilə bağlı müzakirələrin müqabilində, İranın müəyyən şərtlərinin qəbul olunması müqabilində bir iqtisadi təklif təqdim etmişdi ki, orada bir neçə trilyonluq demək, enerji sektoru, mədəncilikdə birgə əməkdaşlıqdan söhbət gedirdi. Yəni, Donald Trump əsas məqsədi düşünürəm ki, bu idi ki, İranı zərbə endirməklə orada rejimi dəyişsin, orada özünə uyğun bir hakimiyyət formalaşsın və İran neftinə... Onun şərtlərini qəbul edəcək şəxs gəlsin hakimiyyətə. Venezuela variantı olaraq enerji sektorunda nəzarət Amerika Birləşmiş Ştatlarına keçsin və Amerika Birləşmiş Ştatları prezidenti Çinə əli dolu yesin, necə deyərlər, və özünün gələcək üçün bu gündə əsas rəqibi Çinlə, necə deyərlər, daha güclü bir müstəvidən danışa bilsin. Çünki Amerika Birləşmiş Ştatlarının əsas məqsədi Çindir. İranla savaş elə dolayısı yolla Çinlə savaşdır və İrana bu savaşda çox ciddi dəstəyin verildiğini biz bilirik. İran raketlərin və dronlarının 12 günlük savaşdan fərqli olaraq bu dəfə nədən daha dəqiq zərbələr endirdiyini, əsas səbəbi də ondan ibarət ki, bu açıqdır. Çindən verilən naviqasiya sistemləri artıq ona uyğunlaşdırılıb, bu raket sistemlərinə tətbiq olunub və ona görə də daha dəqiq vurulur. Və Çin dolayısı yolla əslində burada iştirak edir. Hava hücumundan müdafiə sistemləri vermişdilər, gəmi əleyhinə raket sistemləri verilmişdi və bu da təkzib olunmurdu. Onların şəkilləri də internet resurslarında və sizin kanalda da yayımlanıb. Amerika Birləşmiş Ştatları, bəli, Çini, çünki gələcək dünya düzənində böyük güclərin savaşı 3-4 istiqamətdədir. 1. Enerji resurslarına nəzarət, 2. Kommunikasiya dəhlizlərinə nəzarət, 3. Nadir torpaq elementləri və nadir demək, metallara nəzarət, Arktikaya nəzarət və kosmosda rəqabət. Yəni, bunlar bu rəqabət sahələridir. Donald Trump da İran nefti, Venezuela neftini də nəzarətə götürməklə Çinin qarşısında daha güclü bir əlini gücləndirmiş olmaq istəyirdi. Çünki Çinin 3 mənbədən enerji resursları əsas təmin olunur. 1. İran, 2. Venezuela, 3. Rusiya. Təbii ki, Körfəz ölkələrindən də alır, amma ən böyük
demək tədarükçüləri bu ölkələrdir. Ona görə də Tramp əlini gücləndirmək istəyirdi. Qırmızı dəniz, Hörmüz boğazı və Süveyş kanalına dolayısı yolla nəzarəti həyata keçirmək istəyirdi ki, dünya ticarətinin 10% məsələ Süveyş kanalından birisi ki, daşınmaqdadır. Panama kanalı artıq nəzarətə götürülüb. Bu coğrafiyanı da nəzarətə götürməklə əlini gücləndirildi və Çinin ixracatının təxminən 80-90%-nin keçdiyi Malakka boğazı zaten Amerikanın nəzarətindədir. Birisi ki, Amerikanın 6-cı donanması oradadır. Və qalırdı, gələcək 10 illiklərdə Arktika üzərindən Çinin dünya bazarına daha sərbəst çıxışı, yəni buzlaqların əriməsi filan qlobal istiləşmə nəticəsində onu da Qrenlandiyanın nəzarətə götürmək və orada hərbi mövqeyini daha gücləndirməklə bəri başdan onu qabaqlayıcı addım atmaq istəyir Donald Trump. Ona görə də Çin və elə eyni zamanda Rusiya da mümkün qədər Amerikanı bax, bu İran bataqlığında saxlamağa çalışırlar. Trump buradan necə çıxacaq onu görəcək. Amma düşünürəm ki, hər halda Amerikanın hələ ki gücü yetərlidir ki, İranda daha böyük dağıntılara geçsin. Necə ki, son 2 gündə vurulan zərbələr doğrudan dağıdıcı idi. Özləri də elə əslində Trump doğrudur, biraz onu bəlkə də böyütdü, amma görünən o ki, kifayət qədər ciddi zərbələr vuruldu. Yəni, əslində Donald Trump danışıqlar masasında olan mövzulardan bir neçəsini həll eləmiş sayıla bilər. Yəni, İranın nüvə proqramına doğrudur. Çox ciddi zərər vurulmayıb, amma obyektlərə hər halda ətrafına da olsa ciddi zərər vurulub. Xeyli alimlər aradan götürülüb. Bir neçə gün öncə demək, Kosmik Araşdırmalar Mərkəzi vuruldu. Bu ciddi beyin mərkəzlərindən biri idi. Hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemləri tamamən demək olar ki, sıradan çıxarılıb və donanmanı yox eləyiblər. Hə, amma İranı tam şəkildə ram eləyəcəkmi? Açıqcası o real görünmür. Çünki bugünkü konjunkturada reallıq da ona imkan vermir. Və Amerika Birləşmiş Ştatlarının əslində işi həm də çətindir. Həm Hörmüz boğazı ilə bağlı və gələcəkdə bu məsələləri tamamən həll edə bilməsə, Körfəzdəki özünün müttəfiqləri tərəfindən onların ciddi suallarına cavab vermək məcburiyyətində qalacaq. Çünki onlar çox aydın şəkildə o sualı qoyacaqlar ki, sənin bazaların bizim ölkələrimizdəydi, bizim təhlükəsizliyimizi təmin eləmədilər. Əksinə, İrandan daha çox zərbə aldıq və müdafiə olunmadı. Ona görə də onların da gələcəkdə öz siyasətlərində müəyyən dəyişikliklər riski ola bilər. Ona görə Donald Trump maksimal dərəcədə bu məsələdə daha çox üstün, qalib çıxmağa çalışacaq. Aydındır. Minnətdaram Oqtay müəllim, ətraflı şərhiniz üçün.